Elə bütün günü deyirsiniz ki, elə ancaq 5 manat qışqırır, son manat 10 manat qışqırır. Qardaşlar, bahalı mallarım da var, ucuzlu mallarım da var. Sadəcə məndə bahalı mal da yaman gün qiyməti satıram, ucuzluğunu lap pis gündə satıram. Bax, 5 manat. Nə bilə, buna neçədir? Bax, buna bax, üstündə yazılıb, ha, bax 5 manat. Görsən? Bir gəlin baxın Biri ondan sonra. 5 manatlıqdan nə olacaq? 5 manat ayaqqabı var, 10 manat ayaqqabı var. Sadəcə olaraq qardaşımız bunları satır. Bir 5 min 10 min ədədini satıram. Axırda 3-4 min ədəd qalanda qoyuram qiymətə. 10 manata bunları qoymuşam. 5 manatdan başlayan qiymətlər ilə 10 manata olanlarınız, Allah canı sağ razmerləri, olsun. ölçüləri, rəyləri. 10 manata bu 6 ba belə amortisasiyalı. Bunlar deyirsin ki 10 manatlıq nə olacaq? O başa düşürəm, o deyəndə rəqib düşən işçiləridir, nə bilədir. Siz də özünüzü pis eləməyin vallahi bu balaca dünyada hamını hamı yeşil düşür. Siz aşağı indirdiksən biz Bu aşağı boyda cəmaətin üstünə durub yalan danışmaq olar. Adama birini qoysa adam 2 ay olar, bax. Buralar göstər. Hə. Hamısı 5 manat, 10 manat, amma bahalı mallarım da var, ucuzlu mallarımız da var. Bax elə bax bu köynəklər, kətanlar bahalıdır. Bəli, bilirəm ki, yəni normal %100 kətanlardır. Sadəcə olaraq qardaş, mən ucuz satıram. 15 manat olan Ala, vermək istər. elə 45-50 manata babalardır, korobkalı. Bax diqqətlə baxın. 15 manatadır bizdə. Gördünüz? Sadəcə krasovka addelim çoxdur, böyükdür. Və mən malı vuranda ədədin çox vuram. Bunu indi pərakəndə alan müştərilərimiz bilməz nə demək istəyirəm. Bunu iş adamları başa düşür nə demək. Çox vururam mən malı. Misal üçün, babaları 35-45 manat arasıdır. Bizdə 25 manatdır. Görürsünüz? Fakt bunu 30 manata da qoysam uçarda, yəni 5 manat az puldur. Böyük puldur. Amma mənə lazımdır çox müştəri gəlsin, bastırıq olsun və çoxlu alınsın. Xidmətinizdəyim. 20 yanvarda da varıq, 28-də də varıq, Sumqayıtda da var.